Bax, elə həmin o son toxunduğunuz məsələyə də mən reaksiya vermişəm. Media Türkdə onu deyir ki, bu deyir ki, indi mən Media Türkün dediyini deyirəm də, indi bunun konkret olaraq həmin çıxışına baxmamışam. Ancaq Rauf bəyin çıxışına qulaq asmışam və verilən sualdan əsas gətirmişəm ki, bu deyibdir ki, Rauf Arifoğlu da bu Milli Şuranın yaradıcılarından biri olub. Biri olub. Bəli. O da efirə qoşuldu, canlı efirə, xatırlayıram. O da xatırlayırsınız da. Mən də demişəm, ən azı mən həmin vaxtı mən türmədə idim. Ramiz Mehdiyevin Əli Həsənovla Ramiz Mehdiyevin fitnəsi ilə mən şərlənib türməyə salınmış adamam, xulqan kimi. Deyirəm, mən türmədən izlədiyimə görə mən məlumatım var ki, o vaxt Ramiz ilə, Rauf bəylə Milli Şuran arasında kəskin ziddiyyət olub. Yəni orada olmayıb. İndi Əli Kərimli ilə Rauf Arifoğlu milli hərəkətdə olublar, milli azadlıq hərəkətində olublar, müəyyən vaxtı Çin-Çin olublar. Bu başqa məsələ, ancaq konkret Milli Şura yarananda Rauf Arifoğlunun bunu əleyhinə çıxış eləməyini mən bilirəm türmədən. Yəni Sərdar Cararoğlu bunu bilmirmi? Mən bir daha xüsusilə tamaşaçılara müraciət edirəm, millətimə müraciət edirəm, mənim çıxışıma diqqətlə baxın. Sərdar Cararoğlu yenə də burada ki, mən güya əlimdə tədqiqat aparım. Mənim burada ümumi danışdığım nədir? Milli mənəvi dəyərlərin tapdalanmasından danışdım, üzə durmalardan danışdım. Burada konkret mən Sərdar Cararoğlunu hədəf seçmədim. Və orada da mənim dediyim o olubdur ki, Sərdar Cararoğlu bu iddianı eləyib ki, binada yaşayır, yalandır. Və yaxud da bunu deyir, yalandır. Mənim üzümə durdu. O da bina ilə bağlı deyir ki, orada yaşayırsa bu o demək deyir ki, mən ümumiyyətlədir bilirəm. Yəni söhbət mənim dediyim odur ki, şər atmaz, kimliyindən asılı olmaz. Yəni düşmənçiliyi də ləyaqətlə eləyərlər. Mənim çıxışıma baxsın, görsün mən onu orada demişəm ki, Sərdar Cararoğlu cinayətkardır, Ramiz Mehdiyev onu adamıdır. Bir söz deyil, bu söhbət bundan getməyib baxın. Söhbət ümumi şəkildə bu söhbətdən gedib ki, o vaxt ilə deyib ki, Əli Kərimli ilə Ramiz Mehdiyev demişəm yalandır. Onu demişəm ki, mənim haqqımda deyir ki, bu adam deyir, gəldilər bizə dedilər, bunun qardaşının buna 50 kağızı çıxartdı. Üzümə qarşı yalan deyir. İndi sizin üzünüzə qarşı yalan deyir. Yəni söhbət buradan getdi. Sərdar Cararoğlu. Yanlış anlaşılması olub, yalan deməyək. Yəni o bizim TV ilə bağlı yanlış. Mən nə sən haqqında deməmişəm. Sən demişəm, mən dediyim sözün mahiyyəti nədir? Bir daha deyirəm. Bax. Semiz xanım, əsas mənə təkrar edirəm, bu dəhşətlidir, bu şey son qoyulmalıdır. Sanki Stalin dövrü bu gündə davam eləyir, bu üzə durmalar, bu ev yıxmalara son qoy. Nə demişəm, demirəm Ramiz Mehdiyev 30 ildə Azərbaycana hakimiyyətdə olubdur, mütləq hökmrar olub da. Bunun lehinə, bu günlərdə deyirəm, mən söz verirəm ki, sizə o kitabı tapıb sizə də verəcəm. Yəni elə bir dövlət xadimi, elə bir din xadimi, elə bir deputat yoxdur ki, var demirəm. Yəni o qədər Ramiz Mehdiyev haqqında fetişləşdiriblər ki, bunun üçün dövlət, hətta bu fikri yaratmışdılar ki, prezident yox, Ramiz Mehdiyev Bozkardilər idarə eləyir. Yəni bunun haqqında bu qədər kitab yazan, bu qədər, indi bunu müdafiə eləyirlər. Bir nəfər var ki, çıxsın desin ki, Ramiz Mehdiyev müdrik dövlət xadimidir. Ramiz Mehdiyevi bu cür alçatmaq olmaz, bu cür təhqir eləmək olmaz deyən var. Bax, mən Ramiz Mehdiyevin həmişə əleyhinə olmuşam da, ümumiyyətlə kommunist olubdur, yəni aparatdan da gəlmir. Ancaq mənim dediyim budur ki, bax bu günləri tapab 100% sizə deyirəm ki, hardan olur olsun, biləcəksiniz də Ramiz Mehdiyev öz haqqında dosya hazırlayıb. Hər bir ildən bir, 2 ildən bir xüsusi kitab hazırlayıbdır. Özü haqqında nə qədər müsbət fikirlər deyənlər var. Bu, Semiz xanım, 1 deyil, 2 deyil, 3 deyil, 5 deyil, minlərdir. Minlərdir. Bax, Əli Həsənovun gedin onun haqqında qaldırdığı söhbət, deputatları çıxır. Ancaq söhbət mən bunu deyirəm ki, bu bizim milli mənəvi dəyərlərimizə ziddir. Belə alçaqlıq olmaz, belə ləyaqətsizlik olmaz. Yəni, bu adam buydusa və bu fikirləri niyə demişsiniz? Və indi budursa, niyə səsinizi çıxartmırsınız? Yəni, mənim dediyim, bu çox prinsipal misal çəkdim Kərbəla İsmaillə misaldan. Mən Sərdar Cararoğlu'nu burada hədəf götürdüm. Sərdar Cararoğlu bizim bir hədəfimiz oldu. Güya mən burada tıxmışam, dasiya yığmışam, aparım imtihana verim. Yəni, mənim belə bir fikriniz ola bilər mi? Yəni, kiminsə haqqında məlumatınız olsa, Sərdar bəyin dediyi kimi aparıb, demək, DTX-ya təqdim edərsinizmi? Yox, yəni özəl olaraq, əgər dövlət edirəm, bax, təkrar edirəm, bax, Ramiz Mehdiyev, mən deyirəm, deputat seçkiləndi, Əli Həsənov, məni çağırıbdır. Konkret deyib ki, ağsaqqal budur, bununla görüşmək istəyirsən, həmin dövrdə mən görsəm prezidentlə görüşərəm. O kimdir? O kimdir? Bu, mən də bax, konkret türməyə getməyimə səbəb bu olub.
Ondan sonra da Əli Həsənov, açıq deyirəm, mən burada siyasətdə səhv buraxmışam. Özümü də deyirəm ki, bağışlaya bilməm, səbəbini də deyirəm. Əli Həsənov da güya mənə deyiblər ki, söz veriblər ki, mənə mane olmayacaqlar da. Yəni mənim seçkilərdə saxtakarlıq eləməyəcəklər, mənim parlamentə düşməyimə şərait yaradacaqlar, imkan. Və sonda da Əli Həsənov deyib ki, mən də, Ramiz Mehdiyev də, Kamaləddin Heydərov da kimlə sən deputat olmağı istəyirdik, İlham Əliyevlə Mehriban xanım qoymadı. Bunu Əli Həsənov deyib. Bəli, Əli Həsənov deyibdi. Yəni orada da mən istər-istəməz mənim haqqıma girilibdi. Savaş vermişəm, mən də təbii ki, hədəfini mən bu güncə deyim, böyük səhv elədim. Demək bu bilinçli şəkildə. Bu faktdır. Mən ondan imtina eləmişəm, onun görüşündən imtina eləmişəm və bilirəm ki, siz indiyə qədər, bax, yüzlərlə adamlarla mübahisəmiz olub ki, Bozkır sanki bütün ölkəni Ramiz Mehdiyev idarə eləyib, güya hətta bu fikir var idi, güya Prezident İlham Əliyev nə vaxtsa qaçıb, gediblər, bunu tutub gətiribdir, Ramiz Mehdiyev orada otur. Bu cəmiyyətdə bunu bilməyən var. Əfsanələrdir, mən. Yoxdur, eşitməmisiniz siz. Yox, ilk dəfə eşitdim, amma yəni belə əfsanələr onun böyüklüyündən bağlı yayılırdı nağıllar. Böyüklüyü ilə bağlı əfsanələr yaradılmayıb.